İmam Həsən o zəhərli suyu içdi, rəngi saraldı, gördü ki ciyərləri parçalanır, durdu, oturdu, dedi gedin Hüseyni çağırın. İmam Hüseyin eşidəndə qardaşı çağırır, xanım Zəhra deyib mənim Həsənimi çox yad eləyin, az onun müsibətini yad eləyirsiniz. Oturdu, İmam Hüseyin eşidəndə qaça-qaça gəldi deyirlər. Bilmirəm nə vəziyyətdə gördü İmam Həsəni. Daxil oldu otağa, deyir elə ucadan ağladı, qucaqladı, bağrına bastı İmam Həsəni. İmam Həsən göz yaşı içində dedi, ağlama Hüseyin, la yevməkə yevmik ya Əba Abdillah, heç bir gün sənin günüvə çatmaz. İki imam, biri Zeynəbə deyib, get, biri deyib, gəl. Hüseynin başı Şimrin əlində olanda gözü təlli Zeynəbiyə deydi. Zeynəb oradan baxanda İmam Hüseyin deyirdi, bacı gəlmə bura. Amma İmam Həsən dedi, Zeynəbi çağırın gəlsin. Amma İmam Hüseynə dedi, əvvəl dodağımın qanını sil ki, Zeynəb məni bu vəziyyətdə görməsin. Bilmirəm nə halla yola saldı xanım Zeynəb İmam Həsəni. Deyirlər, apardı İmam Hüseyin cənazəsini Peyğəmbər yanında dəfn eləyə, ox atdılar cənazəsinə. Gəldilər, qadınlar ağlayır, xanım Zeynəb oturub. Deyir, bir nəfər dedi qadınlardan, ay cənazəsi oxlanan Həsən. Bunu Zeynəb eşidəndə durdu ayağa, məyər mənim Həsənimin cənazəsinə ox atıblar. Həmin Zeynəb idi, Aşura günü Hüseynin başını bədənindən ayrı vəziyyətdə gördü. O saat Peyğəmbər yadına düşdü. Dedi, ya Resulallah, haza Hüseynun murammilun biddima müqəttəul əza. Hüseynindir bu ya Resulallah. Gər gör öpdüyün, sinövün üstündə uzandırdığın Hüseyin indi nə vəziyyətdədir? Qumlar üstündədir və başını bədənindən ayırıblar. Əla lənətullah ələl qavmiz zalimin. La havlə və la quvvətə illa billahəl aliyyil azim. Bahar ve kurban olum Hasan, pozgun olan bahar ve kurban olum Hasan, sinindeki şarar ve kurban olum Hasan, ne qəbrin zəvvarı var, ne bir çıraq var, tozlu qalan məzar və qurban olum Hasan, Hasan ayağı. Ağa qərib canıma qurban olum, kişinin görəsən çətin bir müşkülü olanda, diğer dərdini ailəmdən bölüşüm, dərdini xanımımdan bölüşüm. Hər bir kişilər belədir, xanımı ilə, əyalı ilə dərdin bölüşərlər. Amma İmam Həsənin məzlumluğuna baxın, onun elə düşməni öz arvadıdır. Elə düşməni öz evindəydi. Ay məzlum canıva, qərib canıva qurban olur. Həsən bu gecə adət idi İmam Həsən ağanın, hər gecə durardı. Yanına kuza koyardı, içi suyla dolu. Gece boğazı kuruyardı, olanın su içerdi. Ama Allah o kadına lanet eləsin, çödə ya cədə bu gece zəhəri tökmüşdü o qabın içine. İmam Həsən ağa bir qurtum o sudan içəndə elə fəryad elədi. Hacı kardeşim dedi, başımın tacı dedi, bu rozələri hiç istəmərəm oxuyam. Ben de sizin kimi bir nəfər olsun oxusun, ben de əzadarlıq eləyəm.
Ay 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 ay. Elə yana yana çağırdı gel. Ay anam əvəzi. Ay Zeynep. Gel ay bacı. Dadıma gel. Xanım Zeynep ömründə 2 dənə təş gördü. Biri o təşliydi, gətirdi qoydu İmam Həsən ağanın qabağına. Gördü qardaşının cigərləri töküldü o təşlin içinə. Biri də o təşliydi, Yezidin məclisində gördü İmam Hüseyin ağanın başı oradadır. Ya Hüseyin. Ay 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 ay. Dili turaba koyanda Hüseyin Hasan üzünü, bahar yabri kimi doldurub 2 gözünü. Mekan-ı sureti mehter ete turab oldu. Hüseyin'den yaralı kardeşe hitap oldu. İmam Hüseyin ağa kardeş cenazesini qəbrə koyur. Belə baxdı Həsən, senden soramın ismene feryadın nevadır. Medfen sana yasrib, mənə də bu beladır. Ay kardeş, sen Yəsribdə dəfn olursan, Həsənim Mədinədə. Amma mənim yerim başqa yerdir. Yat burada, anam Fatimə-i Zahra ilə kardeş. Kulak as, yat burada anam Fatimə-i Zahra ilə kardeş. Ben de yataram orada Alemdar ile kardeş. Ben de ben fazlar yataram Kerbela'da. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Can İmam Həsən. Xanım Zəhra deyir, mənim balam Həsənin rozasını az oxuyurlar. Düzdür xanım, az oxuyuruq. İldə bəlkə bir dəfə. Bilirsiniz hansı imamdır İmam Həsən? Demə o küçüyə ayrı gəlib gedən var idi. Xanıma sil dəyəndə fəqət Həsən var idi. Təsəvvür ediyorum. Xanım Zəhraya sili dəyəndə, Şüçənin rozasını hər dəfə deyəndə bunu demişəm, o gün olsun geniş oxumağın İmam Zaman ağa özü gəlib oxusun. Küçəyi bari ki əsribdə pəri sındırdılar. Boynu çiynində Həsən baxdı, anasını vurdular. Ay aman, ay aman, ay aman, ay aman. Xanım Zəhra İmam Həsən ağanı bastı bağrına, bala qorxma. Başım üstə qəm yemə, sayə salanım var bala. Kardeşimdə olmasa dərdə yanalım var bala. Həzrəti Məhdi adında qan alanım var bala. Sen kimi bir gün o da hey səslənər eyvaya yanar. Qəbrimin üstə açar başın deyər can ay ana. Uca deyər ya Zəhra